Deməli uşaqlar, mən bu təbaşir, daşgil yemək istəyimə yazıblar ki, qan azlığındandır. Həkim də demişdi ki, səndə qan azlığı var, dərman içməyə başlamışam onun üçün. Bir dənə də izləyicim yazıb ki, mən hətta sabun istəyirdim. Arkadaşlar, mənim o istəyim hələ getməyib. Baldızım deyir ki, əgər yerikləmisənsə, ondan biraz da olsa dilivə vurmalısan. Elə dedi Nahidə Şəhriyar. Nədən? Nahidə dedi ki, əgər ürəyindən sabun keçibsə, biraz da olsa dilivin ucuna vurmalısan, yoxsa şişərsən. Heç şey, götür ye biraz. Nahidə edinə hazırlasın hər şey, pul da hazırlasın, həkim də hazırlasın, gəldi birazdan, ye gəldi. Bunu dəl eləmişim. Amma bir şey deyim, həqiqətən Zeyd doğulandan sonra ilk işim gedib oturub sabun yemək olacaq. Ciddən bu qədər mi insanın ürəyi çəkər? Ümumiyyətlə Zeyd doğulandan